28 fevral 2025-ci il. Ukrayna prezidenti Zelenski təbii sərvətlərlə bağlı sənəd imzalanmaq üçün Vaşinqtona, Ağ Evə gəldi. Əslinə qalsa bu sənədi nazirlər imzalamalı idi. Ancaq Zelenski Vaşinqtona gəlmək istəyirdi, Trumpla görüşmək istəyirdi və Makron da xahiş eləyəndən sonra belə bir görüş baş tutdu. Və görüşün gedişində Zelenski Trump'ın yanlış yol tuttuğunu ona izah eləməyə çalışdı. Rusiya ilə ateşkəsə getmək olmaz dedi. Rusiya ilə sülh bağlamaq yox. Rusiya təzyiq göstərmək lazımdır dedi. Biz birgə fəaliyyət göstərsək üstünlük bizdə olar və Rusiyanı məcbur eləyərik dedi. Və böyük bir qalmaqal qopdu. Son nəticədə sənəd imzalanmadı. Aradan 3-4 gün keçəndən sonra Zelenski müraciət elədi, Trump'a məktub yazdı və dedi ki, artıq fikrini dəyişib. Ateşkəs haqqında razılaşmaya getməyə hazırdır və Trump'ın liderliyi altında sülh müqaviləsinin imzalanması üçün də çalışmaq niyyətindədir. Eyni zamanda onu da dedi ki, təbii sərvətlərlə bağlı sənədi də hər an imzalanmağa Ukrayna tərəfi hazırdır. Ancaq məlum oldu ki, Amerika Birləşmiş Ştatları tərəfi artıq hazır deyil. Artıq onları o 4 səhifəlik sənəd qane eləmir, tələbləri artırmaq fikrindədirlər və bir müddətdən sonra ortaya 58 səhifəlik bir sənəd çıxdı. Göndərdilər Ukraynaya. Məlum oldu ki, bu günün günorta vaxtı soyğunçuluqdan başqa bir şey deyil. Ukraynanın çarəsiz durumda olmağından istifadə edən Amerika Birləşmiş Ştatlarının prezidenti onun bütün sərvətlərinə, pula gedən hər şeyinə əl qoyurdu. Burada əvvəl danışıqlar yalnız nadir yer elementləri ilə bağlı sənəd imzalanmaqdan gedirdisə, indi artıq bura neft də, qaz da əlavə olundu, atom elektrik stansiyaları da əlavə olundu, limanlar da əlavə olundu və o da məlum oldu ki, ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının razılığı olmadan Ukrayna öz sərvətləri üzərində heç bir qərar verə bilməz. Ukrayna belə bir ağır duruma salındı. Və bir daha məlum oldu ki, yerində olmayan dövlət başçıları dövləti hansı fəlakətlərə düçar eləyə bilərlər. İndi çarəsiz vəziyyətdədir Zelenski. Buna razılıq versin, necə razılıq versin? Bütün cəmiyyət buna etiraz eləyir. Razılıq verməsin, ondan neynəsin? Amerika Birləşmiş Ştatları meydandan çəkilsə, Ukraynanın 6 aydan artıq dayanmaq şansı yoxdur. Və o da məlum olur ki, Zelenskiyə qorxma deyən Avropa elə bir real kömək etmək imkanına malik deyil. Və bu vəziyyətdə Azərbaycanda Zelenskini qəhrəman eləyənlər, onu böyük dövlət xadimi elan eləyənlər indi başqa bir üsul tapıblar. Artıq Zelenskinin müdafiə olunacaq bir tərəfi qalmayıb və ən cahil insanlar da başa düşür ki, Zelenski Ukraynanı çıxılmaz bir vəziyyətə salıb. Ki, bundan çıxmaq qeyri-mümkündür. Nə özü çıxa bilər, nə ondan sonra kimsə gəlib Ukraynanı bu vəziyyətdən çıxara bilməz və iş o yerə çatıb ki, bəzi Ukrayna siyasətçiləri təklif eləyirlər ki, bu şərtlərlə Amerika Birləşmiş Ştatlarından müqavilə bağlamaqdansa, elə gedib Putinlə bağlamaq olar, bu şərtlər daha yüngül olar. Zelenski Ukraynanı bugünə saldı. İndi bizim bəzi siyasi xadimlərimiz dırnaqarası Zelenskiyə haqq qazandırmağın yaxud təskinlik verməyin başqa bir yolunu tapıblar. Və deyirlər ki,
Rusiyasında qalib gəlməyib. Güya Rusiyanın qalib gəlməməsinin Zelenskiyə yaxud Ukrayna bir xeyri var. Dağılmış, xarabaya çevrilmiş, faciələr içərisinə salınmış Ukraynaya. Gəlin dinləyək. Əli Kərimli görək nə deyir. Rusiyanın istənilən halda qələbəsindən danışmaq mümkün olmayacaq. Rusiya bu savaşa başlayanda və bu yüz minlərlə itişini verəndə, özünün iqtisadiyyatına, sosial həyatına bu qədər zərbə vuranda, hətta demoqrafiyasına, milli genofondunun əhəmiyyətli şəkildə itkilərə məruz qalmasını gözə alanda qarşısına nə məqsədlər qoymuşdu? O düşünürdü ki, Ukraynanı nəzarətə götürəcək, Belarus kimi təqribən, orada özünün oyuncaq hakimiyyətini quracaq və sonra da Rusiya, Ukrayna, Belarus özəyində olmaqla keçmiş SSR-i fason bir birlik yaradacaq, sonra da bütün keçmiş Sovet respublikalarında ətraflarına birləşdirəcəklər. Əsas məqsəd bu idi, nail olunmadı. Putinin keçmiş Sovetlər İttifaqını hansısa formada, hansısa dövlət şəklində bərpa eləmək arzusu heç kimə sir deyil və bunu dönüb təkrar eləməyə ehtiyac yoxdur. Ancaq Əli Kərimlinin dedikləri göstərir ki, o qətiyyən bu məsələlərlə maraqlanmayıb, müharibə necə başladı, hansı şərtlər irəli sürüldü, hansı şərtlərlə razılaşmaya getmək təklif olundu, bu məsələləri öyrənməyib, bilmir, xəbərsizdir, ancaq danışmaq istəyir. Ancaq özünü bilən adam kimi göstərir və qarşısında ona qulaq asan və hər dəfə təriflər yazan insanlara da hörmətsizlik göstərir. Siyasətçi hər şeyi bilmək məcburiyyətində deyil. Ancaq siyasətçi yalnız bildiyi şeylərdən danışmaq məcburiyyətindədir. Çünki sənə insanlar qulaq asır, sənə insanlar qiymət verir və sən onların o verdiyi qiymətə, o dəyərə layiq olmalısan. Müharibə ərəfəsində təqribən 2 həftə əvvəl Makron Moskvaya gəldi, müharibənin qarşısını almaq üçün cəhdlər göstərdi, 6 saat Putini dilə tutdu və məcbur elədi ki, 2 məsələdə razılığa gəlmək şərti ilə Putin Ukraynaya hücum etmək fikrindən daşınsın. Şərtlər də aydın idi. Birincisi, Ukrayna neytral, nüvəsiz dövlət olmalı idi. İkincisi, Minsk razılaşmaları icra olunmalı idi. Kiyevə yola düşdü, Zelenski ilə görüşdü və sevincək mətbuat konferansında onu dedi ki, bu tələbləri Zelenski qəbul edir. Yəni artıq müharibə təhlükəsi yoxdur, çünki Putin 2 şərt irəli sürdü və Zelenski bunları qəbul edir. Fevralın 10-da Almaniyada müşavirlər görüşüb, bu məsələdə razılığa gəlib sənəd imzalanmalıdırlar. Almaniyadakı görüşdə Ukrayna Zelenskinin qəbul etdiyi şərtləri imzalamaqdan imtina elədi. Müharibə belə başladı. Yəni Zelenski əgər neytral olmaq və Minsk razılaşmasını icra etmək öhdəliyinə əməl eləsəydi, heç müharibə də olmazdı. Minsk razılaşmasına görə Rusiya öhdəlik götürürdü ki, işğal elədiyi ərazilərdən çıxır, söhbət Donetsk və Luganskın 1/3-dən gedir, Rusiya öz qoşunlarını oradan çıxartmaq öhdəliyi götürürdü və qarşılığında deyirdi ki, Lugansk və Donetskə xüsusi status verilsin. Minsk razılaşmasında nəzərdə tutulduğu kimi. Müharibə belə başladı və Zelenski bundan imtina elədi. Sonra martın 27-sində özü Rus jurnalistlərinə müsahibə verdi. Və o müsahibədə müharibənin nədən başlandığını açıq şəkildə dedi. Əgər Əli Kərimli maraqlansaydı,
və Zelenskini izləsəydi, bilərdi ki, Rusiyanın o dövrdə əsas məqsədi Ukraynanın neytrallığına nail olmaq idi. Baxın, görün Zelenski nə deyir. Это гарантия безопасности и нейтралитет, безъядерный статус нашего государства. Мы готовы на него идти. Это самый главный пункт. Это был первый принципиальный пункт для Российской Федерации, насколько я помню. И насколько мне помнится, что они из-за этого начали войну. Eşitdiniz. Ukrayna prezidenti deyir ki, Rusiyanın əsas tələbi Ukraynanın neytrallığı idi və bunun üçün müharibə başladı. Yəni, Rusiyanın qalib gəlib gəlməməsini qiymətləndirmək istəyən siyasətçi mütləq bu bəyanatı nəzərə almalıdır. Rusiyanın məqsədi Ukraynanın neytrallığını təmin eləmək idi və Zelenski də deyir ki, müharibə buna görə başladı. Yerdə qalanlar, təbiidir ki, Putinin düşüncələri, Putinin planları kifayət qədər təhlükəlidir. Ancaq əgər Zelenski həmin dövrdə Macronun səfəri zamanı qaldırılan məsələləri qəbul eləsəydi, heç müharibə başlamazdı. Ondan sonra martın 29-unda İstanbulda görüş keçirildi. Və Zelenski hakimiyyəti ortaya bir layihə qoydu, sülh razılaşması qoydu. Zelenski hakimiyyəti qoydu bunu. Və Rusiya da bunu qəbul elədi. Təbii ki, Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan da çox ciddi səylər göstərdi ki, bu razılaşma alınsın. Ukrayna üçün çox əlverişli bir razılaşma idi. Və Ukrayna nümayəndə heyətinin üzvləri deyirlər ki, biz böyük sevinçlə geri qayıtdıq, təyyarədə qələbəmizi şampanski ilə qeyd elədik, ancaq biz getdik, sonra Johnson da gəldi, Böyük Britaniyanın baş naziri və qəti şəkildə dedi ki, sülhə getmək olmaz. Zelenski də özünün təqdim elədiyi və nümayəndə heyətinin parafladığı layihədən imtina elədi. Ukraynanın bugünkü durumuna və Rusiyanın qalib gəlib gəlməməsinə qiymət verərkən bunlar nəzərə alınmalıdır. Və Zelenskini qəhrəman elan edən siyasətçilər bu cür səviyyəsiz, bu cür savadsız bəyanatlar verərək ona haqq qazandırmağa çalışmamalıdırlar. Zelenskilər hamı üçün təhlükəlidir. Zelenskilər bütün dövlətlərdə ortaya çıxa bilərlər. Və bugün Zelenskiyə dəstək verənlər Zelenski təfəkkürlü insanlardır. Onlardan özümüzü qorumalıyıq. O adamlar ki, Azərbaycanda Zelenskini böyük dövlət xadimi saydılar. O adamlar ki, onu qəhrəman elan elədilər və bugün də hələ onu müdafiə eləyirlər. Bu adamlardan uzaq olmaq lazımdır. Bu adamlardan Azərbaycanı qorumaq lazımdır. Əks halda Azərbaycanı da Ukraynanın taleyi gözləyə bilər. O Ukraynanın ki 603 min kvadrat kilometr ərazisi var idi. İndi onun 130 min kvadrat kilometri artıq Rusiyanın nəzarətindədir. O Ukrayna ki 26 trilyonluq təbii sərvətləri var idi. İndi onun yarısı Rusiyanın nəzarətindədir. O Ukrayna ki 91-ci ildə 52 milyon əhalisi var idi. İndi 30 milyondan biraz artıqdır əhalisi. Və BMT-nin hesablamalarına görə yaxın illərdə Ukraynada 15 milyon əhalinin yaşayacağı ehtimal olunur. O Ukrayna ki milyonlarla insanı qaçdı, ölkədən qaçaq düşdü, öldürüldü, yaralandı, şəhərlər dağıldı, insanlar ilk növbədə uşaqlar öldürüldülər. Və Ukraynanın bu günə salınmasında işğalçı Rusiyanın və onun prezidenti Putinin nə qədər günahı varsa, o qədər də Zelenski günahkardır. Vaxtında təklif olunan əlverişli şərtləri qəbul eləmədiyinə görə,
Amerika Birləşmiş Ştatlarının əlində alətə çevrildiyinə görə və bu gün də ölkəsini çıxılmaz bir duruma saldığına görə.